Salam əziz tamaşaçılar, hörmətli ANTV tamaşaçıları, hal-hazırda ANTV səyahət verilişi efirdədir və gördüyünüz kimi biz hal-hazırda Mehdli şəhərindəyik. Bugün biz Fasil Strasburg olaraq burada görüşlərimiz oldu. Müxtəlif buradakı təşkilat var idi, Azərbaycan təşkilatı var idi. Fransa'dakı Azərbaycanlıların diaspora mərkəzi ilə görüşümüz oldu. Müxtəlif şəhər, Fransanın müxtəlif şəhərlərindən də insanlar iştirak edirdi görüşdə. Biraz öncə bəzi dostlarımız artıq vağzaldan getdilər, öz şəhərlərini getdilər. Biz hal-hazırda buradayıq, 6-cı gündür və gördüyünüz kimi şəhər qaynayır və Mehdli şəhərində olduqca gözəl bir atmosfera var və mən sizə qonaqlarımızdan birini təqdim eləmək istəyirəm. Fasil Strasburgun koordinatoru Yusif Əliyev. Hoş gəldiniz Yusif. Televiziyamda Azərbaycan xalqı səni izləyir hal-hazırda. Azərbaycan xalqına bu görüşlər barədə nə deyə bilərsiniz? Bugünkü görüşlər barədə vallahi onu deyə bilərəm ki, çox qənaətlər hesab etmək olar və biz bunları çox dəyərli insanlarla görüşdük. Mən arzu edirəm ki, bizim fəaliyyətimiz gələcək dövrlər ərzində də həmişə uğurlar, uğur proseslər həmişə əldə etsin. Mən ümid edirəm ki, biz bir çox belə bir səfərlərə gedəcəyik, dəyərli insanlarla görüşəcəyik və daima bizim necə deyərlər, planlarımız ilerləməlidir. Məsələn, bu günləri həmin insanlarla görüşdüyümüz zaman onların şəxsən mən belə gördüm ki, şəxsən bizim transportunun təcrübələrində onların çox ehtiyacları var. Yəqin ki, dostlarla görüşdə hamımız bir qərara alıb onlara kömək etməyə hazır olacaq. Çünki başqa nə deyirlər? Bəli, əziz tamaşaçılar, biz Fasil Strasburg Fransanı networkləşdirməyə davam edirik. Mehdlidən başladı, Toulouse, Lyon, Nice, bütün şəhərləri gezəcəyik. Bizi izləyin, bizi təqib edin, ANTV izləyin, YouTube'a girin, ANTV yazın, axtarın. ANTV səyahət verilişi hər zaman efirdə olacaq. Təkrar görüşmək üzrə, sağ olun. Sağ olun.